Falan filan yeni bölümünə xoş gəlmisiniz. Bugün yanımızda Elvin İbra var. Biz gəldik dünən işə. Deyirəm, niyə gəldiniz bəs? Dediniz gəlməyəcək. Bir də mən getməmişəm. Ne yok ya, burada padırda danışması var. Belə veriliş olur. Vallahi düşəndə soruşdu ki, tanışsan mı kimdir? Adı nə dedi? Hüseyin Əzizovdur. Bütün yol Mortal Kombat'ın manısıdır bu. Qəribə olsa, yayı çıxıb, oxuyamırsan da belə, yayı çıxıb. O iki müəllimin söyüşdü versiyası var, cırılarsan gülməkdən. Necəsiniz? Sağ olun, yaxşıyam, siz nə tərsiniz? Çox sağ olun, mən də yaxşıyam. Danışaq daha rahat sən olar olar, mənə. tamam. Hə, mənə də daha rahat olar. Tamamdır. Sualları siz olaraq yazmışam, inşallah düzəldə Ev bilərəm. yoxdur, sən deyirsən. Tamamdır. Bu arada verilişə başlamadan əvvəl bir dənə xatırlatma da deyil, sadəcə bir şeylər demək istəyirəm. Bu veriliş bilirsiniz ki, hələ 3 bölüm gedib və mənim yəni çox səhvlərim olur bu verilişdə. Təklif və iradlarınızı, kommentləri gözləyirəm. Həqiqətən düzəltməyə çalışıram hamısını. Sizlə də indi demək istəyirəm ki, mənim söz bazam çox deyil və biraz da heyecanlıyam deyə sözləri bir-birinə qarışdırıram. İndidən üzr istəyirəm. Qəbul eləmirik və stoplayın, gedirik evimizə. Söz bazan yoxdur, veriş niyə açırsan? Gəl buradan başlayalım. Ağlayacam həqiqətən axırda. Buradan ağlayala qaçaqsa mən sənə deyirəm. Mən də veriş yaparım. 3-4 dənə veriş yaparmışam, hamısını batırmışam. Ev yox. Batıra axırda. Axırda heç nə olmadı. İbra Kadabranın bu arada İbra Kadabra şovunun aparıcısını dedi ki, bugün biz qonaq eləyək. O verişdə bağlandı, yeslişdi. Dünən story atmışsınız, necə bağlandı? Dünən bağladıq. Bilməm bu nə vaxt gəlmədi. Dünən onu bağladıq biz, xəbərin olsun. Artıq elə bir veriş yoxdur, elə bir adam da yoxdur ki. İş axtarıram. Kimin əli qolu harasa çatırsa bir ilə yönləndirsin məni. DM-dən nömrədən qoyuruq, bura yaza bilərsiniz. İlk olaraq özünü bizdə tanıda bilərsən, yaşın, harda doğulmusan, nə işlə məşğulsan, heç kim bilmir. Yaxşı. Qısa deyə bilərəm ki, adım Elvin, soyadım İbrahimzadədir. Hal-hazırda 31 yaşım var, 94-cü il təvəllüdə. 1994. Yazmırsınız. Hə, tamam. 1994. Hə, 1994-cü il təvəllüdəyəm. Özüm universiteti bitirmişəm. 2011-15 arası oxumuşam. O biri sualıydı. Hə, o soruşmamışdım. Özüm haqqında. Özüm haqqında futbol oynamaq çox xoşlayıram. Hobilərim arasında. Sonra harda doğulmusan? Bakıda doğulmuşam, amma əslən Füzuliliyəm. Papam, mamam deyir, hamısı Füzulidəndir. Nə işlə məşğul? Mən əslində indi o bir suala girir axı. Yo, bu olsun. Hal-hazırda aktyor, ssenarist, bloger. Yəni bloger kimi fəaliyyət göstərirəm, aktyor kimi də təklif alıram, gedirəm, çəkirəm. ATV-də də ssenarist işləyirəm. Kəmal Əpliyevan verişi və bir balaca oyun verişində ssenarist kimi işləyirəm. Bunu çox adam bilmir. Bəli. Cavan TV-də də aktyor olaraq fəaliyyət göstərirəm. Orada bir proyektim var idi. O dayandı. İndi yeni təklifləri gözləyir. Kəmal ilə dalaşmamaq üçün özü bir gücdən çıxmış. Çünki ATV-ni də itirsəm vəbşi az qalacaq. Ona görə də çalışıram heç kəslə dalaşmayım ki, pulsuz qalmayım. Filmlərdə çəkilmişəm. Deyim özüm haqqında bir şeylər deyə bilərəm. Hə, filmlərdə çəkilmişəm misal üçün. 2-3 dənə kinoteatr filmində rol almışam. 2 dənə serialda rol almışam, televiziyada, Ofis işi serialı və Eltilər serialında rol almışam. Hozu zonada çəkilmişəm, Qış nağılında çəkilmişəm və Ağacdələn filmində çəkilmişəm. Bunlar hamısı kinoteatrda getmiş filmlərdir. Əla. Baltanı da siz səsləndirmisiniz? Baltanı mən nətər səsləndirmişəm. Biz elə bil ki, Erkin Erginlə bir yerdə eyni kolab yerində işləyirdik həmin uşaqlarla. Onlar bizə təklif eləmişlər ki, bizə dəstək ola bilərsiniz. Biz də getdik, dəstək olmağa çalışdıq. İlk atanızla video çəkmişsiniz və bu paylaşılıb və sonra maraq yaranıb sizdə. Bəs davam eləmək müddətində pul üçün davam elədiniz, yoxsa marağınız belə həqiqətən vardı, dediniz ki, mən bir 5 ildə çəkim bunu? Yox, əslində atamla çəkdiyim videonu çox ciddi veriş oldu. Belə olur, belədir bu hissəsi. Atamla videonu çəkdim, buraxdım öz profilimə. Sən demə məni izləyən bir dənə qaqaş var imiş. O da Texniki Universitetdə oxuymuş. O qaqaş da səhifə işlədirmiş. Instagramda o vaxtda səhifələr məşhur idi. Kolajlar var idi, partladırdılar, pul yerdilər yaxşı. Onlar öldü sonra, söndü. O səhifələri biri götürüb paylaşmışdı. Ondan sonra video partladı. Sonra papamla sonra 2-3 dənə yenə video çəkdim. Onu da həvəsləndirdim, gəl video çəkək. Amma pul yox idi hədəfdə. Çünki mən də oxuyurdum hələ. Sosial mediadan pul qazanmaq olmurdu onsuz da o vaxtda. Blogerlərə reklam zət gəlmir. Bloger anlayışı yox idi. Bizdə hələ şey idi.
Qızları internetə girməyə qoymadığı dövr idi. Mən Vay. çox yaşlıyam. Mən ilk videolarımı divara çəkirdim belə. Qazıyırdım. Azıq adamları ilə bir yerə. Çox birinci gün bunu paylaşacağam. Paylaşdıqca xəttləyirdim. Ona görə də o məşhur deyildi. Pul qazanmaq da bir hədəfim yox idi. Çünki elə bir hədəf gəlmirdi ağla. Mümkün deyildi. İmkansız olmayan şey fikirləşəmirik. Prosta getdim hələ mən işlədim bax öz sahəmdə sonra. Ora girməyin sonra. Çox az şey maraqlı məlumat verir mənim haqqımda. O da bütün sualları bölmüsən, əslində 2-3 cümlə ilə qurtarır belə. İşte elmin budur. Uzatıram da mən. Hə, sonra. Batmayım deyə. Ona cavab vermirəm. Mənim elədiyim səhvləri eləmə. Yaxşıdır bu. Amma mən atanızla olan videonu axtardım, tapa bilmədim. Silmisiniz onu? Yox. Mən köhnə profilimi silmişəm. Hə. Mənim əvvəlki profilim 368 min idi. Bu indiki təzə profilim 109 mindir. Bu biraz uzundur bu hekayə, danışıram. Mən deməli 368 min prime dönəmlərimdə pul demədiyim vaxtlar birdən sonra qalxdım. Qalxandan sonra pul qazandım. O dövrlərdə mən kino təklifi çox aldım. Getdim kinolarda çəkildim. Bu saydığım kinoların hamısı demək olar ki 1 il yarımın ərzində baş verir. Çünki bundan çıxdım ona girdim, ondan çıxdım buna girdim. Instagrama video çəkməyə dayandırdım. Dedim mən yəqin buradan xodumu tutub gedirəm. Da video çəkməyim. Vaxt yoxdur, otur video fikirləş, ona çağır, gəl, qaqa bunu tutsan. Ona görə şey eləmədim. Instagrama video atmadım. Elə o ərəfədə profilim çökdü. Aktivliyi öldü. Yoxa çıxdı profil. Nə 2 həftə hər gün video atdım. Onda da indiki kimi Reels yox idi, nə bilim birbaşa Explore-a, kəşfiyyata düşmək zad yox idi deyə. Ancaq öz izləyicimdə fırlanırdı. İndi öz izləyicimdə ölü bax aktiv deyil heç biri. Ona görə nəyə görsə baxmışam əmə. Hər gecə ağlamışam mən buna görə. Bu gülməli bir hekayədir, trajik bir şeydir. Hə. Obşim, ona görə də o profil öldü. O profil öləndən sonra mən YouTube-a başladım. YouTube-da 4 dəqiqəlik, 3 dəqiqəlik videolar çəkdim. Orada YouTube-u qaldırdım. Instagrama həvəsim ölmüşdü. Sonra bu TikTok çıxdı. TikTok çıxandan sonra baş qarışdı. Bilmədim nə edeyim. Cəmaət TikToka girdi, videolarda əvvəl heç kəs girmədi. Bax o dövrdə görmüşəm. Heç kəs TikToka qoymurdular. Hamı qınıyırdı TikToku da. Silirdilər. Hamı silirdi. TikTok olana pis baxırlar. Elə application-a girib yoxlayırdılar, görüm TikTok yükləyib bu. Çox pis dövrlər idi. O nə üçün müharibə dövrü kimi danışıram. Sosial medianın müharibə dövrləri idi onlar. Hə. Heç də elə şeylər yaşandı. TikTok çıxdı, başımız qarışdı. Hamı TikToka yönəldi. Mən təzədən Instagramı açdım, bari dedim Instagrama qayıdım. Instagrama da qayıda bilmədim. TikTokda biraz fırlandım. TikToka da qayıda bilmədim. Qaldım ortada xalası. Kinolar da bitdi, batdı. Kinolar da bitdi, təkliflər gəlmədi. Qaldım belə. Mən yoxam bu dəqiqə. İşlərdə kart qoyasınız, mənə pul yığasınız. Yəni mən onu görürəm. Bu işin başqa məqsədi yoxdur deyə ümid edirlər. Onlar alta description-a kart qoyacaq. Sonra YouTube-u qaldırandan sonra Instagram TikTokla rəqabətə başladı deyə Reels açdı. Ay indi mən qaldım belə. İndi keçdim YouTube öldü onda. Çünki TikTok çıxdı, axı YouTube öldü. Qaldım ortada bilmədim, təzədən Instagrama yükləndim. Prosta Instagrama yükləndim, ikisinə paralel video atıram. Nə Instagram, TikTok. Prosta Instagramı o qədər qaldıranmadım. Məsələn, Instagramda belə bir şey var. İzləyicilər Instagramda bir-birini izləmir. TikTokdakılar izləyir. Follow atmaq çox qəriz. Instagramdakılar izləmə atmır heç kəsə, bilməm niyə. Məsələn, Instagramı TikTokdan sonra açmışam, amma TikTokum Instagramdan çoxdur mənim. Belə bir paradoksal həyatım var. Bu arada sizlə qarışdırıram yenə mən. Sizlə davam edeyim. Sən alınmır biraz. Mən çaşdırıram, mən sən deyə bilirəm. Sizə ağzım öyrətmə. Siz sən deyə bilərsiniz. Siz məndən böyüksüz. Qocasız biraz. Elə olduq ki. Özünüz dediniz. Mən dedim ki, sən mənə elə deyə bilərsən. Belə getsə söyüşlər artır, verişim yaş həddini qaldırır. Bayaq spoiler verdiniz amma Azərbaycan Texnik Universitetində oxumusunuz. 515 balından daxil olmusunuz. Niyə Texnik Universitet? Yəni çünki ailəmin yönləndirmək istədiyi ixtisas oradaydı. Radio bizim ailədə hamı rabitəçidir, internet mühəndisi, internet sahəsində olandı. Bütün atamın məsəl üçün 6 dənə qardaşı var. 6 qardaşı hamısı rabitə sahəsində işləyir. O sahədə iş tapmaq rahat idi. Mən də qardaşımla eyni ilə oxumuşam. Məktəbi də bir yerdə oxumuşuq. Eyni sinif yoldaşı olmuşuq. 2 variant vardı. Ya o Aziyaya gedəcəkdi. Bizim vaxtımızda Aziya idi adı qısa. O qədər qocandı. Adnasuya. Adnasuya bax qız adı deyirəm. Nə idi? Azərbaycan Dövlət Nefes Sənaye Universiteti. İkimizdən birimiz Politexnika getməli idik, məni göndərdilər. aydındır. Göndərdilər yəni. Ya istəmədiniz. Yox.
Çox pis göndərdilər. Heç zəhləm yerdə Bəs təkrar şansınız olsa? Təkrar şansım olsa, oxuyaram Polytexnika. Amma indiki ağlımla oxumaq istəyirəm. Başqa universitet yox. Mən biraz zəif uşaq olmuşam. Heç çox belə şey. Niyə ki magistrla, bakalavru əlatılıqla? Dərraki olaraq şey olmuşam. Əzik olmuşam, loser olmuşam. Sonradan biraz beynim açıldı. İnsanları gördüm, video çəkdim, biraz məşhurlaşdım. Gördüm mən buradan xodumu tutub gedərəm. Amma əvvəl çox əzik olmuşam, məktəbdə də, zadda da. İnstitutda elə oxumuşam. Onu istəməzdim elə oxuyam. İndi kağım olsa oranı dağıdaram, sükərəm oranı, başqa şeylər eləyərdim misal üçün. Amma eləyə bilmirəm. Dediniz radiotexnika və rabitə üzrə təhsil almışam. Bəs ixtisasınızla bağlı dediniz işləyirəm. Hə, işləmişəm. 1 il 6 ay, yox, 1 il institut bitirdim. Magistr ərəfəsində həm oxuyurdum, həm işləyirdim. Magistrda 1 il 6 ay şirkətin adı bilmirəm, desəm Azər Telekom gedir. İndi bağlanıb o şirkət onsuz da. Oradan bağlatdım qısa. Oradan da batırmışam. Azər Telekomda işləmişəm 1 il alda, internet mühəndisi kimi işləmişəm. Prosta orada işlədiyim müddətdə videomu da çəkirdim mən. Paraleldə videomu çəkirdim. Sonra günün birində orada mənə çox pis bir şeylə pis travmatik bir şey yaşamışam. Ondan sonra oradan çıxmağa qərar verdim. Əslində çıxacaqdım. Prosta o nöqtədə çıxmağa qərar verdim. Danışım o hekayəni. İstəyirsən danışım. Bu arada suallardan birdən böyük travmanız nədir? Hələ o deyil, yox, o ən böyük travmam deyil. Hə, tamam. Ondan sonra. Bu da bir şeydir. Travma deyimi xəyal qırıqlığı yaşadım. Orada nətər oldu? Elə bir ki, bizə maaşları gec verirdilər. 2 ildən bir, 3 ildən verirdilər. 3 ildən bir var, 2 aydan, 3 aydan bir verirdilər. Hani dedim nə əlaqə? 3 aydan sonra elə bir ki, 1 ay yarımı zad verirdilər. Zarafat zirə idi. Cam-cama 3 ay az qaldırdı. Sözün heç nə yox idi. Mən yenə video çəkirdim, arada bir reklam tuturdum. Həm də onda dədən bilən yaşlarında nə pul xərcləyirəm ki? Nə deyirəm ki? Babam alır, yeyib içirik zad evdə. Yaxşı dövrlər. Hə, nəysə, uşaqlar üsyana qalxdı ki, çıxırıq işdən. Hamımız dedi ki, qrupa yazıldı ki, çıxırıq işdən. Mənim iş yoldaşım zəng gəlir ki, tim liderimiz var. Tim lider zəng gəlir ki, Elvin, Ceyhun işə çıxmayacaq. Adı yadımda deyil, bəlkə də Ceyhun idi adı. X adam işə çıxmayacaq. Həmin adam, müdir ona görə sənə zəng eləyəcək. Sən gəl, sən də getmə. Yaxşı, heç birimiz getməyəcəyik. Dedim, hə, yaxşı. Okey, ad boyu verdim. Üstündə oradan da müdir zəng elədi 10 dəqiqə sonra ki, Elvin nətərsən? Dedim, yaxşıyam. Dedi, sən gələrsən işə. Flankət çıxmaq istəmir. Dedim, müdir, mənim iş günüm deyil, başqa planlarım var da. Şəhərdəydim özdə həmin vaxt. Dedi, yox, indi gələrsən, gəlmirsən. Belə dedim, gəlmirəm. O üçün ad boyu verdim. Səhərsi gün işə mənim smenim idi. Getdim işə gördüm, ham oradadır. Amma düzülüb belə, qalıb baxıram bunlara, xoş gəlmişsiniz, nəyə gəlmişsiniz? Köflər yaxşı gülürlər. Nə olub, nə məsələdir? Biz gəldik dünən işə. Deyirəm, niyə gəldiniz bəs? Dediniz, gəlməyəcək. Bir dələ mən getməmişəm. Hamı gedib. Pullara qoyublar mənə, ailə tutuldu. Müdür dedi ki, maaşı verəcək ona görə gəl. Mənə niyə demədin? Mən getmədim axı işə, hamınız getmişsiniz. Amma mənim smenim də deyildi, orası da var. Yenə də yox deməyərdim. Müdürə yox deyən adam bir dənə mən çıxdım onu verəcək. O üçün o həmin gün onsuz da müdürə getdim, dedim ki, mən işdən çıxıram. O dedi, çıxma. İşsiz qalarsan, nə eləyəsən? Yalvarmadı, yox, mənim gələcəyimi fikirləşdi. Yaxşıdır, Rauf müəllim, yaxşı kişi idi əslində. O prosta dedi ki, yəni bu sahədə nə eləyəsən? Həmişə onu deyiblər. Mən hər həyatımın hər 2 aydan bir, 3 aydan bir eşitmişəm bunu. Bu həyatda nə eləyəsən? Bloger olub nə eləyəsən? Falan. İndi bloger olub tuzdura bilən adamlar da var. Amma adam üstündə çalışmalıdır. Nəysə, dedim, nə iş edirəm, özüm bilərəm. Çıxdım işdən. Çıxdım və oturdum universitet videolarına. Kadabraya gəldim. Bağlamamışdı o. Evdə çəkirəm bir şey. Neyini, burada vapşisi çökəyim. Depresiyadayım, evdə şokolad yeyəcək. Qız kimi ağlayalım. Qız kimi? Şokolad deyir də qızlar depresiyada, ona görə oğlanlar yemir də, oğlanlar gedir içir. Hər şeyi danışar. Yaxşı. Feministsənsə, qız kimi də məni hədəfə alırsan ki, elmli daşdasında. Mən bilinməyən bir şey dedim qızlar haqqında. Tamam. Feministəm, mən sizə. O ifadə o mənada deyil. Ben bilirəm, zarafat elədim. Hə, yaxşı. 2018-dəki Görüm, dururam birazdan. 2018-dəki müsahibənizdə hər kəs ətrafındakı tanışlara görə filmə çağırılır demişsiniz. Mən o qrupda deyiləm demişsiniz. Hə. İndi o qrupdasınız. Hə. Ya, elə deməmişdim. Əslində, bəlkə də, məsələn, müsahibələr əslində səhv yayımlayırlar. Onu deyim sizə. Sözləri deyirsən, sözü başqa cür fırladıb yazırlar. Deyirsən ki, mən belə deməmişdim, amma sübut eləyə bilmirsən. Niyə hər dəfə paylaşarsan hər cümləni? Mən bilmirəm orada nə demək istəmişdim. Mən orada demək istədiyim şey o idi. Mən elə bilirdim ki, bu sahədə kino sektorunda, film sektorunda tanışlıqlar o qədər də önəm daşımır. Məsələn, kimin istedadı daha çoxsa, o daha çox ön plandadır. Çox səhvimiz. Amma çox da səhv deyil, amma səhvdir. Tanışlıqlar da önəmlidir. Sonra, yəni istedadın olsun və tanışlığın daha yaxşı olsa daha yaxşı. Məsələn, mən, o əslində biraz məntiqli gəlir. Amma daha istedadlı adamı çağırmazlar. Məsələn,
mən iş qururam. İş qururamsa pul qazanacağam. Həmin qazanacağım pulu öz dostumla bir yerdə xərcləmək istəyirəm. Biraz da istedadlı olsa falan kəs var, onu çəkəcək, hə keçirlərsən. Amma onun dostumdan daha istedadlı adam var. Bilirəm ki, ondan da daha uğur qazanaram, amma onu çağırmaram. Niyə o ona pul yedizdirir? Dostumla bir yerdə uğur qazanım da əslində hədəf. Pul yeməkdən də linçlərsiniz biraz. Niyə linçlərsiniz? Azərbaycan kino sektorunuz hamı bilir də var. O heç. Elədir. Onsuz da amma bundan sonra düzəldək də. Lazım deyil. Bir kurğa təzə girmişəm. Dəlisənsə. Ya mən kurğu deyiləm. Mənim heç bir kurğum yoxdur ümumiyyətlə. Niyə deyirsə? Yoxdur kurğu. Əvvəl belə mən bilə şəxsən izlədiyimə görə deyirəm, belə yaxınlarınızla belə çəkdiyiniz çox belə kollab eləmirdiniz məşhurlarla. Kollab yox idi o vaxt. Hə, yox da, yəni bir yerdə video çəkmək deyim. Yox, mənim məşhur kurğum çox az oldu. Hə də, ona görə. İndi var amma məncə. İndi yoxdur. Mən heç kəslə kollab eləmirəm. Vüsal Əhmədzadə, Tahir Hizbəyov, kollab eləmirəm ki. Onlar yox da bir yerdə video çəkirsiniz, kömək edirsiniz bir-birinizə. Yox, eləmirəm. Talih batırmağa gəlmisiniz. Talih çağıranda gəlir, sağ olsun. Lüboyun çağırsam gələr, sağ olsunlar. Aramız çox yaxşıdır. Prosto yəni adamın üzü gəlmir çağırmağa vəbşi. Çünki məsələn hər gün oturub görüşdüyün adam deyil ki, deyəsən ki, birdən işin düşmüş kimi olur, gəl mənim videomda çəkir. Məsələn mən yaxınlıq bilib deyə bilərəm ki, filan kəsi çağırsam 100% gəlib mənə çəkilər. Erkin Ergindir, Vüsal Əhmədzadədir, Cəmil Əhmədovdur. Vüsal. Mən məsələn utanaram deyim ki, filan kəs, indi ad verməyim də, deyər birdən ki, ağlama gəl çəkər video. Ben olsun istəmirəm. Filan kəs gəl mənim videomu çəkir. Biraz dəxilsiz çıxır. Həm mənim ideyamdır, həm kollab eləməyə bilər, tıncıxaram ki, nə olduğunu mənim ideyam bəyənmədi. Var kurğular elə. Yaxşıdır, mən onların adamı, mənim kurğum yoxdur. Video çəkməyə başlayanda qarşılaşdığınız ən böyük çətinlik nə olub? İlk başlayanda ən böyük çətinlik nədir? Ən böyük çətinlik təklikdir. Kurğum yoxdur. Kurğum yoxdur. Təkcə video çəkmək sıxıcıdır, maraqsızdır. Məsələn, mən ilk video çəkəndə mənim çəkməzdən qabaq bir dost kurğum var idi. Onlar da video çəkirəm deyə mənə atdılar. Bir kurğum var idi. Onlara dedim ki, gəlin video çəkək, çəkmədilər məndən. Və mən tək başladım. Tək başlayanda bir çətin idi. Qoyurdun kameraya, girdin, qayıdırdın, oynuyordun, gəlirdin, baxırdın, pis olsa təzədən gedirdin, qayıdırdın, oynuyordun. Oturub belə əvvəl telefonda montaj eləyirdim, indi kompüterdə. Telefonda belə montaj eləyəndə gördün ki, bunu səhv oynamı, təzədən gedirdin, geyinirdin, gəlirdin kameranı, qoyurdun, oynuyordun, orada evdə dava çıxanda qışqırdın, evdə video çəkirəm burada. Qazanın səsi gəlir, qapını örtürdü. O yorucu idi. Bir də şeyi daşımaq çox yorucu idi. Tək edində məsələn gedib mən günəşdə qalıram, yeni günəşdə qalıram. 28-də çəkiş eləməliyəm. Mənə ləyən lazımsa mən metroda ləyən daşıyırdım ki, gedim onu orada istifadə eləyə bilim. Tək olmağın çətinlikləri. Tripod falan daşımışam. Bu qədər deyildi yəni. Bizim vaxtımızda metro yox idi. Necə yəni metro o qədər də yox da. Ağ elədiniz. Atın üstündə gedir. Quldurlar zadlar var, kəsirdilər, əlimizdən alırdılar kameramı. Mənə çox maraqlıdır ki, siz bütün universitetlər haqqında video çəkirsiniz və hamısında belə düz tam çəkirsiniz də, tam nədirsə o. Bu qədər məlumat hardan var? Əvvəl əslində belə bir maraqlı informasiya verim. Mən ilk universitetlər videosu çəkəndə gec saat 12 idi. Onda çökmüşdüm. Depressiyadaydım. Ara-ara çökürəm. İndi də çökmüşəm. O depressiyada olan vaxtımda çəkmişəm onu. Şey axtarırdım. Fərqli tiplər axtarırdım ki, nəyin tipini çəkim ki, o desin ki, bu mənəm, bu desin ki, mənəm. Bir dənə adam olmasın bir videoda. Məsələn, atıram, maşınlar, BMW, Mercedes belə. O da bürclər falan. Bu da universitetləri tapdım, ağlıma gəldi. Birincini çəkəndə prosto ağlıma nə gəlib onu çəkmişəm. Heç birindən xəbərim yox idi. Yəni araşdırmamışdım safsiyə. Bir dənə politexnik bilirdim ki, politexnikdə qız az idi. İndi ellər çoxalıb. Bizim vaxtımız həqiqətən yox idi. Yəni 28 nəfər qrupda adam var idi, 6-sı qız idi. 22 nəfər idi. Bir adama bir qızın qolu düşürdü. Yəni çox tünlü idi. Başqa yerlərdə də yox idi. Başqa yerlərdə. Mən politexnik Bakı dövləti ona görə dadandı. Politexnik tələbələr hamısı Bakı dövlətə gedirdi. Mən bir dəfə Bakı dövlətə girmişəm, inanırsan adam başı dayanmır yerində. O qədər qız ki. Usmu deyirəm sən yadında saxlayırsan. Qalırsan beş. Onu gördün ağzını. Belə dəli olursa başını qatır ki, hamısını görmək istər. Mən elə deyirəm, hamısı oxlan. Kaldora çıxdan hamısı oxlan. Çox pis. Pis deyil, yaxşı da əyləncəli. Məsələn, bir dənə 10 dəqiq bilirdim. Xarici Dillər Universitetinin qızlarını çox oxuduğumu bilirdim, qızlara aid bir şey tapmışdım. Universitetə aid deyildi, prosto qızlara aid bir şeydi. Əslində, individual baxsan da oradan da. Onların heç biri həmin universitetə aid deyil, adlarına uyğun düzülüb. Aviasiya Universitetində mən belə samolyotla uçurdum.
heç də tapa bilməyib də. Savsem heç də tapa bilməyib. Bu qovud olsun, oranın tələbələrini də götürək söhbətdə. Aviasiya universiteti. Boyu yerə soxmaq. Gözəl cəvəl işte. Papama gəlir. Samolyot salır kameranın qabağına. Mesela İdman Üniversiteti adından bəllidir də, qanterli bir adam. Savsem araşdırmamışam. Hamısı adına uyğun olan şeylərdir. Amma sonra araşdırdım. Çünki mən onu başqa məqsədlə çəkmişdim. Məsələn, elə belə çəkdim, tiplər gülməli olsun deyə. Onu götürdü, Hamam Times deyə bir dənə səhifə vardı Facebookda. O da siyasi səhifə idi. O götürdü, paylaşdı ki, gənc bloger universitetləri belə tənqid eləyir yazdı. Tənqid eləyir yazanda mən dedim, ay tənqid maraqlı şeydir, susar demək. Ondan sonra araşdırdım ki, bu universitetlərdə tələbələr nədən narazıdır? Hə, ora keçən, ikincidə, üçüncüdə, dörddə, hə, ondan sonra 15-ci videoda universitet dənizdə çəkir. Bunun üçün də universitet dənizdə çəkir. O qədər düşmüşdüm. Yaxşı çörək var o işte. Hələ davam Universitetlər edirsən. yaxşı video. Ya əslində dayandırmışdım. Bu yaxınlarda təzədən atdım. O da niyə? Tutur da. Yox, bir çox adam mənə yazdı ki, məsələn, 1 ilə yaxındır, tutur da var, hə düzdür. 1 ilə yaxın, 1 il yarım, 2 il, 3 ildir ki, mən universitetdə çəkmirəm də. Gedim mən? Hə. Bunu da 2-3 ilə yaxında universitetdə video çəkmirdim. Prosta mən çox komment aldım ki, yolda görəndə mənə deyirdilər ki, sən o uşaqlıqda universitet videolarını görürdük. İndi niyə çəkmirsən? Biz indi universitetə girmişik işə. O uşaqlara görə məsələn qəbul olanda keçən ay çəkdim. Universitetə qəbul olanda onu çəkdim. Gördüm yaxşı gedir. Nəsə çörək var burada. Heç qədər çəkə bilmirəm universitetlərə. Bilirlər ki, mən çəkmişəm, eləyəm. Bundan götürmüş. Patentin almışsın. Necə bilirlər də. Bizdə elə şeylər var blogerlər arasında. Bir-birimizin konseptinə dəymir. Əslində hörmət edirik bir-birimizə ki, bu bunun işidir. Mən bu tip şeylər çəkmirəm. Ən böyük arzunuz nədir? Ən böyük arzum deyərdim ona bəlkə də ən böyük arzum. Daha çox belə deyim. Ən böyük hədəfim var idi. O hədəfimə çata bilməmişəm hələ də. Ki məsələn kinoda çəkilmək ilk başlarda video çəkəndə bir hədəfim deyildi. Amma çox sevindim çəkiləndə. Serial da eyni, çox sevindim. Set çox qəşəng idi. Kino setinə gedin. Çəkilməsə də gedin baxın. Çox maraqlıdır. Gedib baxmaq oldu? Yox, olmur. Kuru qılamalı. Kuru qılamalı. Çox maraqlı yerdir. Çox ləzzət edir o yerlərimi. Çox az getmişəm. Amma yəndə xoşuma gəlir. Mənim ən böyük hədəfim reklam üzü olmaq idi. Məsələn, metroda mənim reklam şəklim olsun. Mənim də. Mənim də dəyişdi. Mən istəyirəm avtobusda olsun. Cəmaatın içində. Doğrudan ən böyük arzum o idi. Prosta o olmuyor hələ ki. Çünki reklam üzü ola bilmirəm. Üzüm uyğun deyil. Uyğundur bu arada. Tam olaraq tələbə krediti. Tələbə krediti var. Belə olmaq istəyirsiniz, gəlin tələbə krediti götürün. Az pul maddan falan bəlkə istəsəz, məncə oyundan olar. Niyə pulla bağlı şeylər soruşdursan? Bayaqdan ağlayıram ona görə. Ancaq pulla bağlı şeylər. Yox, fərqi yoxdur ya. Lüboş iş aldı. Nə kərə yağın şeyində reklamizə olmaq istəyirsən? Kim? Bəhrama söz atırsan. Sən buradan çerez Bəhrama nətər söz atdı. Bu verilişdə. Bəhram da baxır təsadüfən. Necə Elvin gəlib baxım görüm nə edir. Mən pis bir şey demək istəmədim. Prosta sizin sahənizə uyğun reklam üzü, təhsil terapi krediti məncə. Ola bilər ha, yaxşı fikirdir. Şey də o, estetik də ola bilər. Özünüzü 5 il sonra harda görürsünüz? Bu da çox iş şeyi. Bəli, 5 il sonra özümü şeydə görürəm. Hər hansı bir filmin posterində %100 görürəm. Filmin posterini. %100 görürəm. Reklam üzü yox. Posterdə kino posterində %100 görürəm. Qaçınılmazdır, imkansızdır. Mən hər il ümumiyyətcə bu il olmasa gələn il çıxacam deyirəm bu işdən. Hər il rabitəyə qayıtma ehtimalım. Bizim ailənin hamısı rabitə sektorundadır. Mən də bazan var rabitədən də. Oxusam və rəqəsəm yadıma düşür. Hər il bir dəfə deyirəm ki, mən qayıdıram rabitəyə. Prosta hər il elə bir şey çıxır ki, tay qayıtmıram. Sən elçilərdən təklif gəldi, ofis serialı, ortada Kəmalədən ATV ssenari. Hər ilin avqust ayında gəldi o təkliflər mənə. Avqust ayında mən həmişə dəyişilirəm. Məsələn, bu ilin avqust ayında da bir təklif almışam. Deyir ki, çıxmadım. Çıxırdı əslində. O mənim ad günüm iyulun 16-sıdır. Onu keçən kimi mən bir depressiyaya düşürəm. Bir şey, yenə alınmadı elvin zat belə olur. Gülməyə ağlayıram mən hər gecə. Hər gecələr yastığa başımı qoyub ağlayıram. Gəlib soruşuram nə yazırsan? Gəlib ağlamam, gülləm. Nəysə, o dövrü yenə bu təklif aldım deyə qaldım bu sektorda. Yoxsa yenə çıxmağı planlayıram. Çıxmayım. Əgər bir gün canlandırdığınız bütün obrazlar reallaşsa, hansından ən çox qorxardınız? Qorxardım. Akman. Hə, yox, Akman. Niyə qorxmaram, yaxşıdır.
Biz onlarla danışırıq arada, kıstati. Başqası da oturuq evdə söhbət edirik. Nə çəkək, müzakirə edirik. Danışırıq, sən ölmüsən, Akif sən get, sən vaxtın deyil ki. Başqa şeylər gülürlər. Hansı ilə söhbət eləmək, hansı ilə dalaşardım? Yox, hansı mən qorxardınız. Mən ən axırıncı son dövrləri çəkdiyim ata obrazı qorxulu deyil, prosto şey gəlir də biraz Çəkinir. şey adamdır. Nə edəcəyi bilinməyən bir ata obrazıdır. Məsələn, oğlunu bundan əvvəlki ata obrazım vardı bir dənəsi. O prinsessanın vaxtında çəkdiyim. O biraz daha şey ata idi. Şirin fason idi. Bu biraz pisdir. Vəbşə oğluna heç nə eləmir də, safsəm hörmət eləmir oğluna. Oğul olduğunu qəbul edir, ona insan kimi baxmır. O biraz pisdir. Ondan çəkinərdim çünki onun nə deyəcəyini də bilmək olmur. Onu improvizə edirəm arada uşaqlar da məsələn o gətirir adamı, o obraza girəndə o adamı o gətirir o sözü. Demək istədiyin hər şey ağzından çıxır. Çünki heç bir xarakteri yoxdur. Xaraktersiz bir insandır. Hər şeyə gedər. Pul gir zat. Amma belə məşhur tipaj deyil. Belə danışanda deyirəm ki, Hollywood starı kimi danışır. Yo, niyə heç məşhurdur? Mən bilirəm şəxsən. Mən bilirəmsə hamı çox şey deyil, danışanda qəribə olur. O qədər də böyük iş deyil yəni. Partlayış deyil ölkə üçün. Ölkə üçün nə partlayışdı ki? Universitetlər bir. Başqası yox, universitet bir. Akif müəllim. Akif müəllim yaxşı idi. Akif müəllim çox yaxşı idi. Akif müəllim birincisini çəkəndə söhbətin üstü 5 saat bu gözləyirəm. qarı rəhbər. Akif. Nə qəşəngdir. Qoy birinci özüm baxım sonra. Qəşəngdir. Ayda bunu evə qoyaram. Ay da qəşəngdir bu. Hə, çox qəşəngdir. Çox çətin oldu o düzəltmək çünki qələmləri buradan çıxartırdı. Kameraya da göstərmək istəyirsiniz? Göstərməyək. Öz biznes hesabımı reklam edirəm. Biznesindir sənin bu. Bu deyil amma. Bunu evdə saxlayaram mən. Evdə saxlayaram. Gobiləri atmışdım ona görə. Bunun əvvəl hədiyyə verən hamısını atmışdım. Bu çox qəşəngdir. Çox sevdim onu. Mən ChatGPT-ni Google kimi istifadə edirəm. Mən də. Google-da çünki axtarsam şəkil çıxır, saytda çıxır, oraya yazıram ki, mən belə bir şey, məsələn, hər hansı bir filmə baxmaq istəyirəm, yazıram ki, falan şey eləyən belə bir hadisənin baş verdiyi film varmı? Yazır, var. Baxırsan, deyirsən ki, atsan treylerə baxırsan, görürsən yoxdur. Deyirəm, yoxdur axı. Ay gözdən də düzəldirəm. Hə, yalan demə. Girirəm, yalan demə. Allah haqqı var. Gir axtar, treylerə baxırsan, yox. Var mı kino? Səhv salma. Nədir? Səhv salmışam. Bax, əsəbləşdim mən. Elə altına sonradan əlavə elədilər. Süni intellekt də səhv eləyə bilər. Utanmasa deyəcək, mən də insanam. Xəstədir o, süni intellekt dəsə. Necə səhv eləyə bilərsə? Azərbaycanda kontent yaradan gənclərin ən böyük problemi nədir? Ağlayırlar ki. Ən böyük problem bizdə nədir? Mənə də o mesajlar çox gəlir, çox qəribə gəlir. Deyir ki, mənə, misal üçün, mesaj gəlir. Evimə bir dənə ssenarim var, çəkməyə resursum yoxdur. Mənə kömək edin, bunu çəkək. Çox absurd gəlir mənə. Yəni, git telefonla çək də. Yəni, telefonun yoxdurmu? Telefonla çək. Mikrofon lazımdır, telefonla səs yaz. Bizə vaxt telefonla yazır. Hər cür texnologiya, yəni o ağlamaq mənə çatmır. Çəkə bilmirəm. Çəkə bilərsən yəni, çəkə bilməyəcəyim bir şey yoxdur həyatda. Mən Dəxilsiz mesaj. Çəkə bilməyəcəyim. İnanın belə. Nə öyrəndi bununla gəlir Elvin. Oturub baxırlar ki, Elvin düz deyir. Elvin ağzına gələr danışır. Çəkə bilməyəcək şey yoxdur da. Nəysə, yəni o bəhanədir mənə görə. Onu qoydum qırağa. Azərbaycanlıların ən böyük problemi orijinal kontent tapa bilməməkdir. Oğurlamaq. Tapa bilmirlər. Axtarmaq istəmirlər. Yorulmaq. Məsələn, bizdə adətən belə olur. Məsəl üçün, filan yerdə var, mən də o... Dayı, nə bir dəqiqə? Nə oldu? Sən? Nə? Harada görmüsən verilişi? Hə, yaxşı. Harada var, evet. Tutuldum. Məsələn, mən də var ya elə şeylər. Mən də proyekt yox, məsələn, ideyanı götürürəm. Nə həmişə uşaqlara elə deyirəm. Deyirəm ki, mən götürdüyüm yerdə siz götürə bilmək. Çünki o tapanmaz. Mən ərəblərə çox baxıram. Dedilər. Ərəblər yaman kontent, bir gülməlidirlər. Azərbaycanda yaxındaq bunlar, müsəlmandırlar. Cənubi Azərbaycanlılar, ərəblər. Ərəblərin də yumoru var. Kesin bir dənə videosuna baxdım. Səhrada götürür, ilanı göyə atır, ilana çersebə vurur. Adamın yumor anlayışına bax ki, o da gülür, camaatdır. İlana çersebə vurmaq heç kəsin ağlına gəlməz də yəni. Çox qəribə insanlardılar, ləzzət edir mən. Nəysə, ayrı. Yolda sizi tanıyıb qəribə şeylər istəyən olub? İstəyən qəribə şeylər yox, ən çox şeyi xoşlamıram misal üçün. Onu deyim də baxan olsa istəməsin. Yolda görür salam nətərsən yaxşıya məni izlə də deyir. Niyə səni izləyim? Mən çünki
belə deyim ki, hamını izləyirəm, onu izləməsəm düz deyir. Amma mənim izlədiyim adamlar mənim tanıdığım adamlardır. Yəni tanınmadıqlarımı belə izləmirəm. Səni izləməyim üçün bir səbəbim yoxdur. O da mənə deyəndə ki, sən məni izlə. Mən deyirəm, sən məni niyə izləyirsən? Videolarıma baxırsan. Mən səni izləməyim üçün vəbşə səbəbim yoxdur. Nə səni tanıyıram, nə video çəkirsən. Mən səni niyə izləyim? Səbəb yoxdur. Və elə tanışlarım var ki, onları belə izləmirəm mən. Çünki onları izləmə səbəbim yox. Tanıyıram realda. Bəs maraqlı gəlmir də mən adamı niyə izləyim? Ən böyük travmanız? Ən böyük travmam evdən qovulmağımdır. Evdən qovulandan sonra həyatım dəyişməyə var. 2-3 dəfə evdən qovulmuşam. 2-3. Bəs travma hissəsi bizə evdən qovulmağım deyil. Travma hissəsi mənim evə qayıtmağımdır. Mən o ləzzət eləmir. Məcburiyyətdən evə gedəsi yerin yoxdur axı. İşte otursanız kamerada biraz 5-6 saat gedəcək, hələ də oturmuşsan. Yəni biraz keçəcək, hələ də oturasın. Bir-birsən nə edəsən, o özünü sındırıb evə qayıtmaq mənim travmamdır. Öz daxili travmamdır. Yoxsa evdəkilər mən qovmağı normaldır. Mən də olsam qovardım. 2-3 dəfə. Burası psixolojik olaraq şey olmağım pisdir. Özümü sındırmağım pisdir. O travmadır məndə. Aydındır. Gülməli deyil bunların heç biri. Gülməni danışırsınız. Bildimi, ölürdüm mən soyuqda. Bir dəfərim yox, tək idim. Altta kart hesabını kömək edə bilərsiniz. Ay, nə dərsə pul yığaq. Bütün kodları eləyirəm ki, bir pul gəlsə 1 manat da olsa atsınlar da. Sən onu qoyur, ora pul atacaqlar. Mən sənə söz deyirəm. 5-6 manat yığılacaq. Sizi başqa vlog yerindən səhv salan olub? Ha. Mən ilk vaxtlarını Hüseynlə mən səhv saldım, Əzizoğlu ilə. Çox səhv salırdı. Bir dəfə metroda bir dənə uşaq, harasa uşaq deməyində bir 13-14 yaşında bir adam mənlə bütün metro boyu yol boyu söhbət elədi. Zarafat olmuş şeydi. Yol boyu söhbət elədi, yanımda da qrup yoldaşım var idi. Danışdıq, dedik, güldük. Qrup yoldaşım düşəndə soruşdu ki, tanıyırsan bunu kimdir? Adı nə? Dedi, hə, Hüseyn Əzizoğlu. Bütün yol boyu onunla söhbət eləmişəm mən. Düzdür, elə də bilsəm şey eləyərdim, yenə də söhbət eləyərdim. Hüseynlə çox səhv salırdılar o vaxtı. Düz deyirsiz. Vaxtım da çoxdur, yəni buradayım. Nə qədər istəsən sual verə bilərsən. Bu günümü buna ayırmışam. Tamam. Sevdiğiniz... Gedək dayı evə. Həyə. Sonra sağlamızı. Yaşda devam et, dərmanımın vaxtı gəl. Sevmediğiniz ama dilinizden de düşmeyen bir mahnı var. Mənim dostum var, Nihat. Burada ona salam olsun. Hər verişi onun adını çəkməsəm ölərəm. Nihat Aygün Kazımova'nın mahnılarını sevmir. Çünki Aygün Kazımova mahnıları... Bir də axırda mahnısı... O hansı? SOS. Yo. Gələndə də qulaq asırdım. O Nihat yadıma düşdü elə. Yox, o birisi təzə çıxan var ya. Ox çıxıbdı ya. Ya ox çıxıbdı yaydan. O aydan ötər gələndə oxuya gəlmiş. Yadıma düşdü mahnı sözləri. Bax o Aygün Kazımova total mahnılarını təzə çıxan mahnılarını sevmir. Çünki mahnılarda belə oynatma ritmi var. Dın dırı dın dın dırı dın dın dın. Oxuyanda da bir ab-havaya girirsən istərsən. Yay çıxıbdı oxda. Belə qadınsı hava qatır adama. İşte belə şey olursan, qəribə olursan. Yay çıxıb, oxuyamırsan da belə. Yay çıxıbdı ox. Yenə də belə oynayırsan. Ona görə o Aygün Kazımova məsələn o təzə çıxan mahnılarını sevmir. Mən də hər dəfə radioda qabalama çıxanda ya da YouTube'dan qoşuram, onu oxuya gedirik. Budur. Nihat haqqında oldu bu. Yarattığınız video serilərindən ən bəyəndiyiniz hansıdır? Nazo. Nazo deyə bir dənə obrazım var idi, çox məşhur deyildi. Məhəllədə bir dənə muzikant olmaq istəyən, məhəllədə bir dənə uşaq adam idi, yanında da dostu var idi, 2 dənə. Bu. 2 dənə seriya çəkmişəm, 3 dənə seriya çəkmişəm. 3 seriya çəkmişəm. Əslində baxışları normal idi. 200 min, 300 min idi, yəni o vaxta görə yaxşı idi. Prosta onu Əlixanın Qaqilisinə çox oxşatdılar deyə mən onu həvəsdən düşdüm, dayandırdım. Çünki ikisi məhəllədə gedən idi, ikisinə çəkiliş stilistikası eyni idi. Belə deyim də, Əlixanın da baxdığı bir Amerikanski serial var idi, o serialda da o stilistikada çəkilirdi. Mən eyni seriala baxırdım, mən də o stilistikada çəkmək istəyirdim. İkisinin də studiyası məhəllədə gedirdi. Prosta Əlixanın Qaqilisi ara uşağı idi. Mənimki muzikant olmaq istəyən bir dənə qaqaş idi. O çox oxşandı deyə mən həvəsdən saldım, mən ən xoşladığım obrazım o idi. Bu arada video serilərindən mənim bilmirəm kimə maraqlıdır mənim ideyam, amma mən sevdiyim o yuxudan oyandımdır. Hə, yuxudan ayıldım da zorda. Hə. O dəhşət çox sevirəm. O Erkin Ergen ideyasıydı. Kısaca bunu deyim. Erkin Ergen dostumuz onu belə bir dedi ideyam var gerçək. Prosta o qarışıq çəkmişdi. Onda bir məsələn mən ona əlavə etdiyim şey ən böyük şey yuxudan ayılmaq idi. Çünki bir insanın gününü başladırdım mən. Yuxudan ayıldım deyə başlayırdı deyə yadda da elə qaldı. Əslində onun adı uzun sözün qısasıdır. Proyektin öz adı uzun sözün qısası falan şey. Amma hər dəfə yuxudan ayıldımdan başlayır. Hamının ağlında yuxudan ayıldım qalır. Məsələn Erkin o bir bölümü çəkdi. Tam mən elə bir şey baxdım dedim ki bunu çəkməyəsənsə mən daha yaxşı çəkərəm bunu. İcazə versən mən çəkim.
Dedi hə çək. Götürdüm çəkdim mən onu. Özü birinci çəkdiyim video reklamdır. Çünki reklama çox uyğun ideyadır. Bəli. Lüboy reklamı soxmalı. Yoxdan aldım falan şeylərdən falan şey getdim falan. Ya burada da indirim var falan. Hər şey eləyə bilirsən. Prosta biraz yorucu çəkilişdir. Çünki indi ona sən belə baxırsan 1 dəqiqə video gedir. Amma Bütün mən onu günü- çəkmək üçün məsələn 5 saniyə gedib burada dayanıram. Sonra gedirəm 4 saniyə səsləndirirəm üstünə. Avtobusda getdim. 5 saniyə indi avtobusda mən duram. Düşürəm gedirəm orada duram, burada duram, orada duram, belə. Amma yaxşı düzdürsə o da yaxşıdır. Qəşəng. Qısa-qısa çox maraqlanır. Davam edeyim buna. Səhər story paylaşmışdım. Tutmur heç biri. Yalan deyirsiz. Vallahi tutmur. Siz pessimistsiniz. Baxın inanmaq Tutmur. 777. Xeyr, tutmur. Yalan söhbətdir. 2-3 nəfər yığışmısınız öz aranızda elmli gəlin batıraq deyirsiniz. Gəlin buna deyə falan şey çəksin. Tutmur. Mən istəyirəm çək bəyinin. Ataram sənə çəkib evdə. Amma Telegrama. tutmur. Qətiyyən tutmur. İndi nəyin tutduğunu mən onsuz da bilmirəm. Bilsəydim mən partladardım. Aygün Kazımov montezi mahnısından çəkəcək. Ay Kazımov tutub da xodunda bir də ritm var. Yox. Tıp. Ondan da bütün mahnıları oxuyur. Ay Kazımov minusunu qoyub çıxartdı 4 mahnısını da oxuyaram. Eyni minusda. Gedir eyni minusda mahnı. Sözü dəyişir, intonasiyasını dəyişir. Ay gün də məni belə üzgöz elədin, bax davalı düşdüm indi. Dəxilsizcə.Ağın onu bura. Oxu görüm hə, şəklimi çəkə-çəkə hərdən. Dəqiqəsə paltar geyindirin buna. Yox Ayşun xanım, nə olar yox. Geyin, oyna özdə. Yay sıxım. Mən də günə qoydum. Gedirəm Ayşun yanında bir tək videoyu da çəkim. Nə olar ki? Bəli, Aygün xanımı da belə yada saldıqdan sonra digər etapımıza keçə bilərik. İndi izləyicilərimizdən xahiş edəcəyik ki, bir mahnı seçib sümüzümə etsinlər və bilməsək, daha doğrusu biri bilsə, o biri bilməsə, həmin bilməyən adam itir. Və yaxud ikimiz də bilsək, hansımız gec cavab versək, o itir. Eyni anda cavablayırıq. Hə, Hə, yaxşı. kim başlamaq istəyir? İndi nə qarət? Mən tapdım. Deyin. Kamindir. Tapdı. Mən mahnı bilmirəm. İtiraz ediyorum. Emin Ağalarov. Mən o oxuyub ağlamışam çox ona görə. Hə. Kamine şesu. Qulaq asıram hələ də. Nə oldu indi o içməli deyil? Formatı Elə- dəyişdirdik. Nətər olur yaxşı? Heç kəs içmədi. Mən nə oldu? Mən onda niyə tapdım bunu? O 2 nəfərə verilən sualdır. Mən bu zəhmətim. Özü sən niyə öz istədiyini seçib içirsən? Yaxşı gəl buradan hamı öz başla. istədiyi. Su iç. Belə şey var. Qardaş mən özüm seçməliyəm. Öyle şey olur. Dəqiqə sakitləş. Gözlə hansı da pis görsənə. Acı kan iç istəyirəm. Acı kan içsəz al. Vaxtımız amma iç. Ayda, çox pis deyə biləyə gələnləri itirdirdim mən bunu. Video belədir. Bir dəfəyə vurmalısan da, yəni ki, bilirsən, belə lüqüt eləmə. Şatda geçsin. Vur bədənə, Ay, vur. Zakskası dösə. Hamısını içmə də. O qədər də acı olmaz ya. Çox pisdir. Ən ucuz da acı kanı alsan, büdcədən kəsib. Uşaqların çörək pulunu gidib 30 qəpik acı qalıb. Pis deyil, iğrəncdir. Belə acı deyil. Acı deyil. Baxa bilərəm dadına. Mənim çox maraqlı gəldi. Acı deyil. Çünki su ilə qarşılığı üçün. 1876. Həyat çaxırdım. Hə. Acı da. Tozunu deyib, bütün tozunu yedim. Növbəti nəymiş? Növbətinə keçək. Hə, mən tapdım. Amma ki, bu gecə danışıb. Mən Şazam Elvin deyirlər. Çox tez tuta bilirəm. Onu atsaydı mən 2 saniyə. Adını demədiniz. Amma ki, bu da danışıb. Gözüm baxıb İstanbul'a axla qədər getmir. Ay Kəzimovadır bu hey söz yerində. Qapını çırpıb verirəm geriyə dönməyəcək. Adı var idi. Ay unuttum bir dəqiqə. Bu gecə yenə tək. İndi yenə seçə bilərəm istədiyimi. Acıqanı təzədən doldurun. Nə idi? Nar şərab. Nar şərabı içdin daha da pis vəzi. Mədən cırılsın qoy. Yaxşı, ən sevdiyimi ses. Sevdiyimi deyil də, yəni seçədən daha çox qorxuram. İndi ondan sonra onu içəndə görə sevəsənmi? Məsələ odur. Burada bitiririk. 2 dənəsi bəs oldu. Of. Şat vur xahiş eləyirəm. Dibində saxlama. Şatda getsin hamısı. Bir dəfəlik. Hə. Bu da sən bundan zövq aldın sən. Mən xoşuma gəlmir. Su. Oho, qəşəng idi bu. Bunu bir dənə doldurun.
Bu nədir? Bunların heç nə olduqlarını izləyicilərə demədin ha. Acı sosuydu, amma su ilə qarışdırmışıq da indi biraz güya sizə Su ilə qarışdırmışdınız. Bəli. Niyə? Sizə indi güya şey elirdim mən. Nə Özüm iş eləmə elədim. mənə. Nə Sonra deyirlər onlar? bu nədir? Sirkə. Mədəsi bunu tez zırla. Mənim orqanizmim öncə təzələnmir də bilirsən. Cavan olanda təzələnir. Burama cızıq düşsə qalır. Bu sirkədir, limon suyu. Bu yenə sirkədir bu arada. Ha, 2 Bilmirəm. dənə sirkə var. Bəli. Ha, okey. Tamam, bilirsən. Tez tap. Bilirsən. Adın denən da bir də verir, söhbəti bağlayan vurum mən bundan bir dənə. Ha. İndi bəstəlirsən bunu yoxsa var? Yoxsa mahnını çıxardaq. Yaxşı mahnı. Üstə söz yazaq. Hə, təzən. Hə. İnsan nəyə ey pəqodu? İnsan nəyə lazım? Bilirsən də. Bilmirəm. Çox yaxşı mahnı. Bilmirəm. Bakılı balası ya. Niyə atıb qulaq asmamışam? Ey pəqodu qulaq asmırsınız, Azərbaycan folklor nömrə. Bu dəqiqə ölsə industriya çökəcək. Bir dənə başlı balasıyam Hamımız yerim yazdı bilirdim. O oxuyardım. Sirkəni içsin icazənizlə. Mən bunu tapmışam axı. Xahiş edirəm, sirkəni vur. Bunu Dolu olanı vur. Yox, bunu xahiş Yox, edirəm. yox, xahiş edirəm. Xahiş edirsən onu yaxşı onu da içmə, yaxşı xahiş elədi. Gəl gətir bunu iç. Bunu iç. Bax bunu. Bunu xahiş edirəm. Mən bu formatı çıxardacam. Dobru, şat olsun, xahiş edirəm. Dibində qırağında saxlama. Ay O pişi mama. vur ki, qussan reytinq olsun. İstədiyin vaxt başlaya bilərsən. Çox sağ olun bu təvazökarlığınız. Sən sağlıq denən sən rahat olsun. Əgər sən içməyə daha rahatdırsa. Ay mama. Bəlkə mən özümü heç hazır hiss eləmirəm. Ev yoxdur, gözləyərik vaxtımız var. Ay ana. Hilal bəy bunu tək atdı. Rumkanı da içdi. Səndən də yeni performansı gözləyirik. Səhv gözləyirsiniz. Qurtultunun səsi xoşuma gəlmədi. Qurtulun səsi çox idi ki. Tam bildin ne oldu. Onu bileceğim. Nətərdir? İzləyicilərə bildirin nətərdir? Bileceksin. Ama o bilmiyor. Çox pisdir. Ay mama. Nə qədər pisdir? 10 şkaladan neçədir? 10 şkalasından neçə pisdir? Pis, bir pis, ən yox 11 dondu o. 9-a yaxındır. Rəqəm göstərə bilmir, o qədər başı getdi. Belə onu belə Şokolad göstərdi. mıkalat var, çox pisdir bu. Bizə topla. Şokolad? Yox, şokolad var, elə şey də Ha, olur. var. Mənim proqramımda. Ay yaşayır. Şokolad yeməyə amma ədalətsizlikdir ha. Va izləyicilərə buraxıram. Əziz izləyicilər, şokolad yeməyi nə qədər düzgündür? Gəlin buradan başlayaq. Çox düzgün. Siz də Yeyirsiniz. içsə siz də yeyərsiniz. Siz də yeyəndə- Empati qurun biraz. Valla məncə düzgün deyil. O əziyyəti çəkməliydin sən. Təzə mahnı. Hə. Yaxşı, görək nə var. Hə, mən tapdım. Mən də tapdım. Hə, onda sən denən mən içim. Amma tez denə 5 saniyə deməsən içəcəm. Gözəl, mən oxuma tay, mən tapmışam çünki ona kömək. Nə yox, burada padırda danışması var. Belə veriliş olur qardaş. Yığardım dost tanışımı, yığardım arxaya. Dedim gəlməyin. Mən bilirəm axı mahnını. Necə? Bir dəqiqə, bir də oxusun. Mən bilirəm axı mahnını. Bura kəsəcəm, burada mən bilirəm falan. Heç Gözüm dəqiqə mən olmayacaq. mahnını bilirəm. Adım bilmir də oxu. Ayda qəzet tapacam. Kofi. Hə, kofe dedim. Mən udum. Biraz üstünü dolduraq da bu az qoymuşdum mən. İçərəm. Hansını içirəm? Bunu təbii ki də. Sirkəni mi? Hə. Sirkənin tadı yadımda deyil. Hə, yerinə qoydum. Sirkəni məncə çox... Bir də iyisine baxa bilirik. Baxırsınız. Oha. Day, gedirəm. 1, 2, 3. Tam olaraq ondan. Bir daha Gözə sizə biraz doldurun. içəri axsın. Həqiqətən. Turşdur. Hə, çox pisdir o. Biraz yavaş-yavaş bəydir. Qızardılmış pendir var. Hadi qızardılmış pendir. Aa, doğrudan onu deyirəm də nə oxşadı. Pivo. Qızardılmış pendirin üstünə limon sıxandan sonra qızardılmış pendiri yeyib qutarsan dibindəki limon qal. Yandıdı buram. Elə şey oxuyun ki,
Qarnımda gedir bu hələ deyir. Hə. Mənim sağlamdan bu arıqlanan var burada, yoxsa yox? Yox. Mən belə ölümə tərk eləyib gedərsiniz siz. Mən burada ölürəm. Yaxşı gedirik hələ ki də. Ölürəm mən burada, yaxşı gedirik. Ay. Sonra yaxşıyam. Keçdi deyəsən. Bu bir sırtqanım içəri. Ay Allah. Bir ikincisini içənmərəm, onu deyim. İkincisi yoxdur. Bir limon suyudur, o da Pis çox olar, asan yaxşı. bir şeydir. 2 dənəsi də yəni mənə düşsəydi çox pis olardım. Hə, Yaxşı ki bir mənə də. sənə düşsəydi sən də pis olardın. Amma mən özümü fikirləşirəm. Sən onu içərsən, limon suyu üstündən içsəm nə olar? Davranıram düşdü deyəsən. Axırıncı mahnı. O dedi ona görə. Ver öz oxusun da. Düz deyir də. Şolar IQ nə tez düşdü yerə. Yəni bayaqdan intellektual söhbətlər eləyir. Qızın əlində mikrofon, oğlan əlində mikrofon deyir ki, o dedi mən oxuyuram. Sən solistisən bu qrupun. Ver oxusun da uşaq. O da belədir. Düz deyir də. Yox, mən özüm gedib soruşdum ona görə. Elə bir çox yeni bir ideya. Başında mən oxuyacağam. Ben burada en ağladan biz de Politexnik kurtarmışıq ha. Mortal Kombat'ın mahnısı da bu. Bu ya onun Mortal Kombat'ın mahnısı. Mortal Kombat. Dun 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 dun. Bildiğin oydu. Qulaqsın. Bağışla sən nazir veriş aparırıq ona görə. Qulaq asırsınız mən burada mahnı oxuyacağam ha. Yığışdırın özünüzü. Buyur tamam üzr istəyirsən bilmədisən gəlmirsən. Qardaşlar eyni mahnı deyil məncə bu. Ya duet oxuyun. Let's sing. İkinci mikrofonu götür. Yaxşı bir dəfə də yoxlayaq görək nədir bu. Olmasa sən itirsən. Cancandır, cancandır bu. Ne? Çırtma da qatdı özündən. Seninki normal bir mahnı deyil. Sadəcə bu hissəsi var. Hə, indi sən bu sözün Ha, odur, ha. Odur. Onun bir hissəsi var. Hər cüzdür. Ha, Əcaib odur. heyvanlara bəs. Ha, odur. Təbrik edirəm. Çox sağ ol. Hə? Yox, oxşuyurdu, oxşuyurdu. Sən sən heç eləyəm. Mortal Kombat Ya, deyil. Mortal Kombat zor idi. Mortal Kombat olsaydı çox yaxşı olardı. Amma o mahnı düz deyir, təbrik edirəm səni. Təşəkkür edirəm. İç. Verişin sonuna, hə, yaxşı. Zor yeyəcəm. Bunu içməliyəm mən, eləmi? Aha. Sizin mikrofon açıq da səsiniz gəlir. Şey qulaq asır, limon suyu Qırdın. rumkanı əridi. Qırdın. Məsələn, əlimə götürdüm, mən bu qədər güclü adamam mən. Pulum ver. Mən belə bir süper gücüm var, mən bilmirəm, rumka qıram. Şey o qırığıydı, biz Orada- yerə qoyduq, prank elədiysə. Doğrudan deyirsən? Ciddi deyirsən? Ah, zor imiş. Gözləmirdim. Bir yaxşı vururam. 1, 2, 3 getdim mən. Üstə qoyamayasın bu. Bundan böyle problemim var. Ay baba. Ya limon suyu o kadar da çətin şey değil, pis değil. Hə. Gedər. Bir də vursa, bir də olsa. Sirkəni içənmərəm. Hə, sirkəni çox pis. Qətiyyən sirkəni içək. Bir dənə final oyunu eləyək. Uzan sirkəni içir. Gəl. Gətir sirkəni. İzləyicilər Qorxuram. sağ şokda. Görəsən final oyunu kim qazanacaq? Gətir. Ya düzdür pis o. Deməli kim uduzsa onun üçün yaxşı olmayacaq. Və Çox qorxuram. gəlmək olur verilişdə. Nə? Gəlmə. Hə, niyə olmur ki? Belki bak yayınmıştır. Hə. Kim? Bir de o 2 defa Bir desin. Mən tapdım. Aha şey. Mən bilirəm ki. Bu da xaricin o. Küçük Oy kurbağa dedi. bu. Küçük kurbağa, küçük. Ya kiçik qurbağa deyil. Bu uşaq mahnısıdır. Buradayım, işte buradayım. Küçük kurbağadır da deyirəm. Kiçik qurbağa deyil. Bunun fərqli versiyaları var. Mən onun türk versiyasını bilirəm. Amma mən ingiliscəsini oxuram, ingiliscəsini bilməm. İngilizcə oxudun sən. Mama eləyir məni. Mən ingiliscə oxudum. Mən savadımı sorğulamayım. Elə yox, mama mən amma ingiliscə. Nə notadı nədən ingiliscə oxudun? Gəl buradan başlayaq. Başqası elə. Neydi bir dəqiqə deyə bilərsən? Ben hardan niye də bu mahnı? Uşaq mahnısıdır, mən bunu bilirəm. Başqası. Zaten adını demədim. Mən türkçə versiyasını bilirəm də. Ay sən bunu biləcəksən. Niye? Ben finger fatını niye qulaq asım? Yolda gedəndə. Finger Razborkaya gedəndə. Finger father. Hə, buyur.
Biraz sefer. Ayda bildim. Bildim. Valla ben taş geldi. Bildim bir de. Baby Shark. Yine uşaq mahnısı. Mən tapmayayım deyə verirsin. Bacalar. Bir yaşlı adam mahnısı qoydu. Bayaqdan Eyüp Yaqubov falan. Eyüp Yaqubov gedirdi. sadəcə tapdım. Görürsün mən də finger. Eyüp Yaqubov İngilizcə oxsaydı da tapardım. O dərəcə bilirəm. Ayda getdim. Getəmədim. Getəmədim. Qorxu həyata. İçindəki adam dedi, getmə. Nədən qışqırır? İsti oldu mənə. Mən də. Onu buraxmadım. Sənə qoşur. Üfürdüm Hər zaman Türkiyə üfürdü. Yox. Soydursuz. Hazıram. Çox pisdir. Çox pis. Hələ gedir, mən onun getdiyini hiss eləməm, mən xoşuma gəlir. Buradan falan gedir belə. Xətmə dəyir, onu hiss eləməm, o gedir. Getmə! Ay. Lazım idi bu sizə. Biraz da buramda biraz qaldı. Su yaxşı. Yaxşı, psixoloji olaraq özümə yaxşı olduğumu yedizdirmək istəyirəm ki. Bitdi. Yəni axırıncısı biraz evin belə pis təsir elədi. Yaxşı deyildi valla. Yaxşı oldu biraz. Evdə yoxlamayın. Özü yıxılan ağlamaz. Hər nəysə digər etapımıza keçə bilərik. Bəli. Digər hissədə isə siz kimlə birlikdə filmə çəkilmək istəyirsiniz? İstəyərəm. Bəli. Ha, okey. Variant Amma verirsən? Mən Hə. yox, variant vermirəm. Bir insanlara sunacağam, biri ilə davam eləyəsiniz. Hə, hər dəfə birini seçib Bəli. qoyacam. Okey. Amma belə tam olaraq realistik düşünməyin. Sadəcə kimlə daha xoş vaxt keçirərsiniz kimi düşünün. Çünki burada zaten filmə seçildiyiniz insanlar var. Tamamdır, Film başlayıram. deyəndə çox üzr istəyirəm. Kinoteatr filmindən söhbət gedir, yoxsa YouTube metrindən, hansı filmdən söhbət YouTube'dayım. gedir? Və hamı baxacaq o filmə. YouTube hamının baxacağı bir film, dünyəvi bir. Yaxşı, Bəli. okey. Ramal Bağırovla çəkilmək istəyirsiniz, yoxsa Məhəmməd Əli Həsənovla? Məhəmmədlə. Yaxşı, Məhəmmədlə yoxsa Hilal Əlizadə ilə? Məhəmmədlə. Məhəmmədlə yoxsa Xalid Həşimovla? Xalidlə. Xalid Həşimovla yoxsa Alim Cəfərlə? Xalidlə. Xalid Həşimovla yoxsa İlkin Xəlillə? Xalidlə daha çox ələnlərik. Daha çox Tamam. deyib gülərik. Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa Talih Ağayevlə? Xalidlə. Xalid Həşimovla yoxsa Alı Mirzəyevlə? Xalidlə. Mən bunu axırda deməliydim. Hə. Çıxardı. Yox, yox. Hə. Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa Ramina Abbasovla? Xalidlə. Xalid Həşimovla yoxsa Rəsul Abbasovla? Hə, burada fikirləşəcəm. İkisi də əyləncəli adamdır. Amma ikisi də üzü yol adamdır. Çəkiş rahat olur da. Məsələn, mən rahatlığı fikirləşirəm ki, o adamla o setdə mən onu deyib güləcəm, rahat günüm. Amma Xalidlə. Ən azından Rəsul çünki özünü tanıtmış adamdır. Xalid yanımda olsa, Xalid də bir yerə tanınarıq heç olmasa. Tamam. Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa Ağa Mirzəyev Orxanla? Orxan Ağa Mirzəyev. Xalidlə böyük ehtimal. Orxan Axırda tapmaq. Xalidlə Orxan çünki biraz bilmirəm gün tutmaq olmur. Çəkişə gəlməsə səbləşəcəm. Xalid yaxşıdır, deyəndə gəlir. Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa İbrahim Heydərovla? İbrahim yox. İbrahim bu sferanın adamı deyil ümumiyyətcə. Xalidlə. Tamam, sferaya baxmayın da, hansına daha yaxınsınız? Xalidlə yaxın. Ya o sayda Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa Emil Musayevlə? Emil yaxşıdır. Emil yaxşıdır, amma Xalid. Emil yaxşıdır. Emil dünyəvi bir film. Xalid plastikdir. Xalidlə çəkilir. Emil Plastik? Yəni Emil də yaxşıdır. Elastik Sən- daha müsbət məna verir. Müsbət mən elastik. Plastikə bax sizə. Emil aktyor olaraq Emil yaxşıdır əslində. Nə tiplə cavab verməliyəm? Kimlə dünyəvi bir filmə seçilmək istəyirsiniz? Xalidlə. Əgər Xalidlə görüm Xalidi vuran kim çıxacaq, hə. Emil də yaxşıdır, Emil çox istəyirəm. Xalid Həşimovla seçilmək istəyirsiniz, yoxsa Kənan Yusifovla? Hə, bu Kənan Yusifi çox bəyənirəm. Kənan Yusiflə çəkilərdi. Burada bir dənə nüans var. Yəni çəkiləcək rollarında çox şey. Məsələn, Xalidlə çəkilsəm əgər
Xalit istər-istəməz, məsələn, mən orada daha baş rol olam. Xalit mənə bir köməkçi roluma düşür. Məsələn, baş rolun dostu olur. Amma Kənandan çəkilsəm, mən baş rolun dostu olacağam. Çünki Kənan baş rol olacaq. Mən baş rolun dostunu oynamağı daha çox xoşlayıram. Çünki baş rolun dostu obrazı həmişə biraz xəstə olur. Qəribə xüsusiyyəti olur. O daha çox baş rol adamlar daha çox biraz karizmatik, cool, daha çox plan həll edən lider tipli olur. Amma yan xarakteri həmişə dəlisov yazırlar. Mən Kənanla gedirəm ona görə. Tamamdır. Həm də Kənan çox yaxşı bilir ssenarini. Aktyorluq və ssenarini çox yaxşı bilir. İstənilən vaxt hər şeyi düzəliş eləyə bilər. Kənan Yusufovla seçilmək istəyirsiniz, yoxsa Günay Samedlə? Kənan Yusufla. Kənan Yusufovla seçilmək istəyirsiniz, yoxsa Elnur Hüseynli ilə? Elnurla çəkilər. Elnurla qəşəng deyib gülməyimiz var. Elnuru eləyə bilmərəm. Ondan əylənərdim. Amma bu köprüyə məsuliyyət cəhətdən çox pisdir, amma sən nəyə fikirləşirəm bir də? İndi mən işi biraz ciddi almıram. Məsələn, mən indiyə kimi Elnurla çox video çəkmişəm. İndi sadəcə mən kino çəkirəm. Deyəcək, mən Elnur istəyirəm Kənanı, nə dedim Kənanı istəyirəm. Deyəcək, bir yerdə o qədər iş görmüşük da. Mən ona görə Elnur. Həm də istedadı var. Tamam. Deyirsən, tanışdıqlar, onu deyirdim də. Tanışdıqlar, dostluqlar burada rol oynayır kino sektorunda. Kənan özünü tutmuş adamdır. Kənan neyin yiyir filmi? Buyur. Elnur Hüseynli ilə seçilmək istəyirsiniz, yoxsa Cem Yılmazla? Yılmazdan. Yılmazın yanında əgər film partladacağı garantidirsə, yəni əgər o aspektdə deyəsən dünyəvi bir filmdir, dünya çadır. Mən Elnur seçərəm. Çünki mən Cem Yılmazın böyük ehtimal kölgəsində qalacaq, mənə heç də qazandırmayacaq. Cem Yılmaz film olacaq o. Amma indi Cem Yılmazla tanışmaq, filmə çəkilmək. Mənim Halis Sezai ilə tanışdığım var. Gəlin buradan başlayaq. Hə. Halis Sezai ilə bir yerdə Qışnağlı filmində Halis Sezai ilə çəkilib. Halis Sezai ilə bir yerdə balaca bir dialoqumuz olub. Məndən yandıran istəmişdi, vermişəm. və məndən soruşdu ki, sən kimsən, filmdə nə gəlsən? Mən də dedim ki, sizdə Aykut Elmas var ya, Vayner falan. Mən də onlar kimi Azərbaycanda. Çox gözəl. Bütün günü işləyib, bütün setə gəlmədi. Yəni ki, Halis Sezai bu da baxmır. Hər gün içirdi. O incir reçəlində içir abi. O real həyatda deyilədi o adam. Özü dəhşət çox içən adamdır. İçirdi, yatırdı, setə gəlmirdi, gözlüydü bu gəlsin, çəkiliş olsun. Belə bir adam idi. Cem Yılmaz yaxşıdır, amma yenə deyirəm, Cem Yılmazın kölgəsində qalacam deyə Elnuru seçərdim. Çünki filmin partlayacağı garantidir deyirsən də. So, Elnur. Bəs Elnur Hüseynli ilə, yoxsa Jim Carrey ilə? Jim Carrey. Nə oldu kölgəsində Onun qalır? kölgəsində qalmaq xoşdur. Onun kölgəsində Hiç sərinləyərəm. Onun kölgəsində uzanaram. Onun kölgəsində mən olum tək. Onun kölgəsində qurban olum. O filməyə döndü. Cem Yılmazla tanış olmaq o qədər də marağım yoxdur. Tanımış adam. O təkəbbürlük kimi yox. Məsələn, Tolga Çeliklə tanış olmaq daha çox istəyirəm. Tabii var idi siyasət, gəlir. Amma Jim Carrey'nin insan olaraq necə bir insan olduğu mənə çox maraqlıdır. Salam sağ olun, hər tipdir. Buyur davam edin. Tamam, Tolga Çelik'i soruşmayacağım bu arada. Soruşmayacaktın. Var idi siyasət. Var idi, amma soruşmayacağım. Ayrıca boğuldu Tolga Çelik. Jim Carrey ilə seçilmək istəyirdiniz, yoxsa Vüsal Əhmədzadə ilə? Jim Carrey ilə. Jim Carrey ilə, yoxsa Vüsal'la işləmək çox çətindir. Hə, yaxşı. Erkin Erginlə? Onlar yan rol Erkinə mən yazım orada. Üçümüz bir yerdə çəkilən. Yəni mən keçirdərəm onu kiməsə. Yox, imkansızdır. Məncə Erkin, Jim Carrey ilə mi, Erkinlə mi realistik cavab verməliyəm. Şeylə dostluq qatmıyım söhbətə. Ki Jim Carrey ilə yaxınam deyə onu çəkmir. Jim Carrey ilə çəkilmək istəyirəm. Jim Carrey maraqlıdır mənə. Jim Carrey? Məncə mən Jim Carrey ilə çəkilsəm onsuz da uşaqlar gələcəklər həmişə və deyəcəklər gəlib söhbət eləyək, kurğa girəcəklər. Elnur da, Erkin də hamısı gələcək ora. Onlar avtomatik onunla tanış olacaqlar onsuz da. Mən Erkinlə çəkilsəm elə bir şey, onlar Jim Carrey ilə tanış olma şanslarını əllərindən alırlar. Mən onlar üçün Jim Carrey ilə gəlib çəkirlər. Bəli. Mən inandım. Jim Carrey ilə Jim Carrey də inandı məncə. Jim Carrey'e buradan səslənirik filmə seçimi üçün. Jim Carrey ilə seçdiniz, bitdi. Bəli, bitdi. Jim Carrey ilə yaxşı dost ola bilərəm deyə düşünürəm. Məncə də. Tamam, digər etaba keçə bilərik. Keçə bilərik. Linkləri oxuyuram indi və Elvin bəy reaksiya verəcək. Çox səviyyəsiz aktyorsan desəm yenə çoxdur sənə. Düz deyə bilər, çünki mən aktyor deyiləm. Bayaq demədiniz aktyorum. Nə deyim, onu söyləyim. Gəlitirik. Ya o biraz görüş buzağı deyil. Adam var ki, məsələn, mənim tip aktyorluq edən insanı bəyənir. Eləsi var ki, ona səviyyəsiz görsə. O onun şəxsi fikridir. Mən ona qarşı dəyişdirə bilmərəm. Ya da onunla nə danışım? Mən deyim ki, nəyi bəyənirsən? O tip mi oynayım? Sən bəyənirsən deyə. Ona görə də fikirdir. Normal bir fikirdir.
Aktyorluğumu bəyənmir. Demir ki, səviyyəsi insansan. Bəli. Bəlkə də elə deyir. Həyat. Məni tanımırsan, mənim haqqımda işlə. Həyat. Buyur. Allah ətuzu töksün. İndi bunlar Allah elə bir dua oxuyarsan. Allahu əttu. Belə getdi. Gedir ya Allah. Əlimizi göyə qaldıraq da yığışmışıq. Hə. İndi bunlar güya kino çəkib heyf vaxtımızdan. Niyə baxıb ki? Bilmirəm. İş Baxıbsa o vaxtı, kommenti iş niyə vaxtı kinomuzun altına gəlib. Baxı. Heyf vaxtımızdan. Ola deyirlər. bilər. Ya da o heyf vaxtımızdan deyir. Yenə də mənə aid bir şey deyil. Proyekti pisdir, o da onun zövqü ilə bağlı bir şeydir. Yenə də normal qəbul edirəm. İnsan bəyənməyib mənim proyektimi və mən həmişə deyirəm neqativ və pozitiv kommentlərinizi yenə də bildirin. Bildirib yaxşı, bildik ki, indi onu eləməyəcəyik də. Tamam, Eyni eyni istəsəm eləyəcəm, o mənim qarşıma almayacaq, amma yenə də sağ olsun, fikir bildirib ən azından. Adam var, baxır, heç nə demir. eyni kinodan bir komment daha var, amma bunun like'ı daha çoxdur. Əziyyət çəkmisiniz, bu boyda adamı bir yerə yığmısınız, minnətdarıq. Amma bir köpüklü iş deyil. Ola bilər, düz deyir. Ola bilər. Ola bilər də adam bəyənməyib. Yəni mən amma o düz deyir. Əziyyət çəkmişdik, bəli. Hədəflərimiz daha bəli. yuxarı idi. Daha çox baxış əldə eləmək, daha çox uğur qazanmaq istəyirdik. Bir test idi, elədik, alınmadı. Deməli, mənim kütləmə uyğun deyil o şey. Mən ona verməliyəm Akif müəllimi, universitetləri. O da baxıb gülsün, desin ki, əladır. Bizim universitetimiz də belə idi. Bu ikinci videosudur ki, masonların işarəsini qoyub videoya. Bəli. Allah axırın xeyir eləsin. Haysa. Masonların tablosu var məndə. Masonizm belə şey üçbucaq tablo, Illuminati'nin daha doğrusu, masonların deməyim də. Videolarda detal olsun deyə proses istifadə edirəm. Diqqət çəkir deyə. Ya orada nə var? Komment yığsın deyə. Elədiyim elə şeylər çoxdur. Məsələn, 2 nəfər oturduğu yerdə 3-cü stəkanı da qoyub orada çay doldururam. Ki yazsa 3-cü stəkan kimindir? Elə kodlarım var. Məsələn, bir ara şey edirdim. Tac var idi məndə belə. Tacı qoyurdum hər səhnənin arxasında fonda. Heç bir mənası yoxdur. Prosta şuuraltı işləsin deyə. Belə şeylər eləyirdim. Illuminati. Suzdurmaq üçün yoxladığım variantlar var. Amma suzdurmuşam. Görünür. Şuurlarınız nətər yumuşam. Görürsünüz beynim. İkinci videoda mason işarəsi istifadə. Aslında hələ üçüncüdə də var. Əslində çox video da var. O 2-dən çox video da var. Prosta o yəqin ikisini də gör. İkisinə baxıb daha doğrusu. Belə deyə bilərəm. Çox boş şeylər çəkilir bu Viner'lar tərəfindən. Total fikir səhvdir, razılaşmazdım. Məndən yaxşı video çəkən adamlar çoxdur. Niyəsə insanlar bizdən gözləyirlər ki, biz bunlara maarifləndirici nəsə verək hərdən və hər çəkdiyimiz videoda nəsə bir mesaj olsun. Əslində bizim elə bir məcburiyyətimiz yoxdur. Niyə yoxdur? Çünki biz o məqsədlə yola başlamamışıq onsuz da ki, biz bu insanlara elə bir vəd də verməmişik. Biz sizi daima informasiya veririk. Qardaş, mən komedik videomu çəkirəm. Sənin gülməli halı çəkirəm. Hə, yaşamısansa gülərsən. Yoxsa niyə ondan bir mesaj gözləyirsən ki, buradan bir gənclərimiz buradan nə götürsün? Gənclərin niyə mənim videomdan nəsə götürməlidir ki? Gənclərin gedib kitab oxusun. Mənim videoma niyə nəsə götürsün gənc? Niyə mən gənc təhsil kanalıyam mən? Göy gənclər hər şeydən bir şey götürürmüş kimi də. TGDK-yam mən. Göy TGDK video paylaşanda deyirlər ki, zordur. Orada yazırlar axı, təhsilimiz bu gündədir. Hər dəfə neqativ nəsə tapırlar ha. Deməsinlər belə şeylər. İzləyicilərimiz səsini gülməli videolar çəkirik. Bizim kateqoriyamız komediyadır. Komediyadan mesaja verməyə ehtiyac yoxdur. Yükü o deyil. Mənə də aiddir bu arada. Nə olsun ki, təhsilinə əlaqəli bir-iki videom var. Mən orada öz təcrübəmi, öz təcrübəmi danışıram. Mən sizə demirəm ki, mənim dediklərimi eləyin, düz yığasınız falan. Bəli. Deyirəm, amma yenə də o öz təcrübəmdir. Hə. Hamı eləyə də bilməz. Bəli. Bu oğlanın zəhləm gedir. Amma maraqlı alınıb, uğurlar. Sağ olsun. Bu məndən niyə zəhləsi gedir, o bilmədim yəni. Barika videosuna gəlir. gəlir. Məndən zəhləsi gedən insanlar var. Tanıyırlar və zəhlələ gedir. Bu normaldır. Bunu qəbul edirəm. Güclü xasiyyətim, yaxşı xasiyyətim yoxdur. Amma tanımadan zəhləsi gedir, o biraz qəribədir. Deyəcəm ki, tanış olaqsa da olacaq. Nəysə, yaxşı eləyir, davam elə. Dünyanın ən şit adamısan. Özünə hörmət qoy, qram da gülməli deyil. Heç biri video. Heç bir gülməli deməz. Amma gülməli olduğu videolarım var. Prosta özünə hörmət qoy xoşuma gəlmir. Ora qədər yaxşı idi. Özümə hörmət qoyub qoymadığımı hardan bildirə görəsən. Artıq sosial media bir iş platformasıdır. İnternet üzrə bir hamının pul qazandığı bir yerdir. İstəyir operator, istəyir senarist, istəyir aktyor. Yəni o cəhətdən yaxınlaşmaq lazımdır. Yoxsa məni individual şəxsi həyatda özümə hörmət qoymayanlığım hadisəmi görsə, deyərəm, hə, düz deyir yəqin ki. Yəni burada mən özümə hörmət qoyub bunu eləməməliydim. Amma İnternetdə gördükləri nəinki məni,
Heç bir bloger, sosial mediadan aktiv istifadə edən adam internetdə gördüyünüz adam deyil. O real həyatda başqa olur adətən, internetdə başqa olur. Çünki Bəli. orada biz satırıq özümüzü başqa cür. Lisləri də bu qədər idi. Listlər qutardı. Ay, Bəli. nə qədər söyən adam var. Söyüşləri qoymuruq. Bura, çox bura sağ ol. maarifləndirici bir Mənim videom 0+-dur. Məndə söyüş çox ritq olur. Elə söyüş yoxdur ümumiyyətcə. Əslində məni həm geriyə atır, həm də qabağa atır. Qabağa atır bu insanların cəmiyyətin arasında. Geriyə atır çünki indi 18 olmasa da 16+ videolar daha çox baxılır və daha çox rəğbət götürür. Prosta mən onu eləyə bilmirəm çünki məndə də izləyənlər, evdəkilər, qohumlar var, soruşurlar, maraqlanırlar. Onlar da məni elə görsün istəmərəm. O hamısı bilirlər, mən söyüş bilirəm. Если что, yəni prosta istifadə eləmək düzgün deyil videoda. Mesela o nüansı biraz qorumağa çalışıram, amma böyük ehtimal qoruya bilməyəcəm. Burada da açıqlama Baxdıram çünki uşaqlar. Rəsmi Mən söyüşə açıqlama. keçməliyəm, variantım yoxdur yəni. O İlk kişi müəllimin söyüşlü versiyası var, cırılarsan gülməkdən. Uşaqlarla bir də onu çəkmişdik. Söyüşün bir-biri qəhvədən sonra Lütfiyevi söylə, Mələskərovu söylə. O qədər gülməli idi. Çək, efirə vermədik. Çəkdi yazmış. Gözləyirəm. Telegrama atarsın. Telegram qrupları açıb orada paylaşa bilərəm. O çox söyüşlü amma gülməli idi. Akif müəllim söyüşü bir dəfəlik ağızdan səslənir, çox gülməli olur. Yaraşır çünki bu. Yaraşır, obraza yaraşır. Amma eləyə bilmirik. Eləmək də istəmirəm açığı. Eləməsəz yaxşıdır deməyəcəm. Eləyin. Nə istəyirsiniz eləyin. Bu mənim öz Vallahi. həyat devizimdir. Siz eləyin. Mənə nə? Onda bitirə bilərik Bitirə proqramı. bilərik. Gəldiyiniz üçün çox təşəkkür Xoş edirəm. idi, əyləndik, dedik, güldük. Bəli, çox maraqlı keçdi. 3 saat oldu. Nətər edit deyəcəm bilmirəm. Xeyirli olsun. Bacardığım qədər rəng qatmağa çalışdım. Çox rəng qatdınız. Xeyirli uğurlu olsun. Təşəkkür Məndən daha məşhur tanınmış qonaqların olsun. Neçə veriş eləməyi planlayırsan? Getdiyi qədər. İşte 4-də dayandı da onda. Getdiyi qədər burası idi. Yəni ən piki buraydı. Belə deymiş, mən daha çox sevdiyim insanları çağırmağa çalışıram. Normalda Hiralı bəyənirdin, çağırmısan. Bəli. Yalan deyir, hə. Barmağı qatdala. Barmağı qatdala. Elvin bəyin də sosial mediasını biraz aktivləşdirək. Ehtiyac yoxdur, mənə demə. Şu 6 kart qoymuşuq. Pulu elə. Pulu elə. Pulu mən arada heç qəsdə düşürəm. Mən olduğum yerdəyəm. Layiq olduğum yerdəyəm. Mən bundan yuxarı olmamalıymışam ki, oradayam. Mən o keçən Elə düşünməyin amma. yaxşı yerdəyəm. Mənə dəymə. Sən Allah, mənə dəymə. Mən daha da yadlarına salma, girib izləyən olar, unfollow eləyər. Heç kəsin. Amma mən bunu üzdürmüşəm, hə. Ay zəlləm Xahiş ki. edirəm, heç kəsin yadına salma, mən yaxşıyam. Mənə dəymə. Özüm öz kodumda gedirəm. Ümid edirəm sizi daha yaxşı yerlərdə görərik. Daha dünyəvi filmdə falan. Yox, istəmirəm. Jim Carrey ilə. Jim Carrey yox. Elnur Hüseyin. Planka aşağı, hədəflər aşağı. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun gəldiyiniz üçün. gəldiniz. Bəli. Bitti, bu qədər. Gələn bölümlərdə görüşərik. İstədiyiniz qonaqları kommentə yaza bilərsiniz.